Bəzən insanlar doğru davranmalarının, əxlaqlı davranmalarının mükafatını gözləyirlər. Mən deyirəm ki, niyə belə elədim? Mən sizə heç vaxt yalan danışmamışdım axı. Yalan danışmamışam da heç vaxt. Yəni yaxşı iş görmüşəm də, mən düzdür. Amma səndən niyə nəticəsini gözləyirəm ki, səndən niyə bir şey gözləyirəm ki? Amma sən mənə yalan danışa bilərsən də. Normaldır da, bu sənsən, bu da mən. Düz deyil. Mən deyirəm ki, mən bu həyatda həmişə düz olmuşam. Deyirəm ki, mən düz olmuşam. Mən heç vaxt həmişə belə düzlüklə getmişəm. Amma bu da nəticəsi. Deyirəmsə, mən düz olmuş saymıram. İnsan etdiyi əməl yaxşı əməldən peşmandırsa, o əməli etmiş sayılmır. Vallahi sayılmır. Neysən ki də, onsuz da peşman oldun da. İnsan etdiyi yaxşı əməldən peşmandırsa, onu çox da eləmiş sayılmaz. Və insan, deyək ki, əxlaqlı, düzgün davranışının nəticəsini, mükafatını, qarşılığını başqa insanlardan gözləməməlidir. Bu mənim həyat tərzimdir, mənim xarakterimdir, mənim əxlaqımdır. Mən belə davranıram. Bunun qarşılığında gördün, sən ona düz danışdın, amma o sənə yalan danışdı. Hə də, bəli. Mən ona düz danışdım, o da mənə yalan danışdı, bəli. Çünki mən mənəm, o odur. Yəni, mən niyə düz danışdım, amma peşman olum ki? Və yaxud da, niyə mən düz danışıramsa, sən də mütləq düz danışmalısan? Belə bir şey yoxdur da.